Bakı metrosunun daha bir stansiyası haqqında danışacağıq. Bu qarşısında dayandığımız məkan Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsini və şanlı zəfərimizə bədləşdirən 8 noyabr stansiyasıdır. 2021-ci ildə istifadəyə verilən stansiya Prezident İlham Əliyevin göstərişi ilə 8 noyabr adlandırılıb. Stansiya Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşir. Üç mərtəbədən ibarət stansiyada 17 eskalator və fiziki məhdudiyyətli insanlar üçün 3 lift quraşdırılıb. Bir məqamda qeyd edim ki, bura yerin 12-22 metr dərinliyindədir. "8 noyabr stansiyasının yerləşdiyi Bənövşəyi xəttin gələcəkdə Qocasəndən Qaraçuxura qədər uzadılması nəzərdə tutulur. Bu stansiya isə gündəlik olaraq 3000-dən çox sərnişinə xidmət göstərir. Can, can, can Azərbaycan. Can, can, can Azərbaycan. Stansiyaya çatan qatarlarda Oqtay Zülfüqarovun "Şəndən mənim xalqım" bəstəsindən fraqment səslənir. Görkəmli bəstəkar Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də anadan olub. O, Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi tanınır. Musiqi karyerası boyunca uşaqlar üçün yaratdığı saysız-hesabsız mahnılar və verilişlərlə balacaların sevimli bəstəkarına çevrilən Oqtay Zülfüqarovun məşhur uşaq mahnılarından biri elə Metro adlanır. Əziz bakılılar və şəhərimizin qonaqları, bugün sizə 8 noyabrdan xəbər verdik. Növbəti həftədə, növbəti stansiyada görüşmək ümidi ilə. Hələlik.